Salam, hər vaxtınız xeyir olsun. Demək, bugün Kodera 11.9-dan 21-dən demək, yarımçıq qalmışdı. 21-dən 37-yə qədər testlərimizin izahını verəcəm. Demək, proqramın icrası nəticəsində 64 dəyərinin çap edilməsi üçün n dəyişəni daxil edəcək ən böyük dəyəri müəyyən edin. Deməli, sonda 64 dəyəri çap ediləcək. Yəni, P, deməli, 2 üstü neçə 64 edir? Deməli, 2 üstü K bərabərdir 64. 2 üstü K bərabərdir 2 üstü 6. K bərabərdir 6. Demək, 6 dəfə dövrüm olacaqdır. 6 dəfə dövrə girdikdən sonra dövrdən çıxacaq. 6 dəfə dövrə girməsi üçün 6 addıma getməlidir. 2, daha sonra 6 üzərinə gələndə neçə eləyəcəkdir? 8, 14, demək 20, 26, 32. Baxın, 1, 2, 3, 4, 5, 6 dəfə dövrə girəcək. Əgər məndən ən kiçik qiyməti istəsəydi, 32 yox, deməli 2-dən 33-ə qədər deyərdim ki, 32-də dayansın. Ancaq məndən ən böyük qiyməti dediyi üçün mən 38-də dayanacam. 2-dən 38-ə 6 addımla belə. Çünki sonuncunu onsuz da götürmür. Yəni, bu da 6 eləyir. Əgər sonuncunu götürsəydi, 7 dəfə dövrə girərdi. Python bilirik ki, sonuncunu götürmür və 6 addımla gedəndə ən böyüyümüz eynə verə biləcək. Ən böyük qiymətimiz 38 olacaq. Yəni, mən ora 39 versəydim, o dövrə 7 dəfə girərdi. Ona görə mən dövrə maksimum 6 dəfə girə biləcək ən böyük ədədim orada mənim 38 ola bilər. Baxaq, deməli, burada K-mız bu siyahıdır, ədədlərdən ibarət siyahıdır. For in K, K-ya hər dəfə birinci 123 qiymətini alır, i bərabərdir 123. Bu zaman deyir 123 bərabərdirmi F123-ə? Mən F123-ə buradan qiymət almalıyam ki, görüm ödəyirmü? Deməli, 123 burada F123. Başlayaq. Deməli, birinci A bərabərdir, listə salır, yəni siyahıya salır 2, 3. Daha sonra sort onu nə edir? Çeşidləyir, yenə 1, 2, 3 olacaq. Çünki sort bilirik ki, kiçikdən böyüyə doğru çeşidləyir. Join onu bir sətirdə birləşdirir. Bir sətirdə birləşdirir join və int A bərabərdir int, yəni burada sətirdə olacaqdır ədəd 123 və return bura mənə 123-ü qaytaracaq. İndi gəlin şərti yoxlayaq. 123 bərabərdirmi? 123-ə deyirəm, bəli, bərabərdir. Bu zaman P-miz 1 olacaq. Deməli, bizim deməli, alt proqram nəticəsini müəyyən edin. Deməli, P-nin cavabını istəyir. P nəyi sayır? Bax, buradakı 123 ədədi ilə funksiyanın da eyni ədədi qaytarmasını istəyir. Mən də baxıram ki, bu nə zaman eyni ədədi qaytaracaqdır? Mütləq onu birinci nə edir? Kiçikdən böyüyə çeşidləyir və sonra onu ədədə çevirir. Deməli, mənim bax bu siyahıda kiçikdən böyüyə düzülən ədədlərim ancaq özünə bərabər ola bilər. Yəni, funksiya ancaq o zaman özünə bərabər qiyməti qaytarır. Burada da hansılardır? 4, 5, 6, bəli, bu ola bilər. 2, 2, 1 olmayacaq. Çünki bunu sort çeşidləyəndə 1, 2, 2 çıxardacaq. Baxın, birinci 4, 5, 6 ilə başlayaq. 456, yəni i'miz bərabərdir 456 olan zaman
şərtim olacaq 456 bərabərdirmi F456-ya? Gəlib burada yoxlayanda A bərabərdir 4, 5, 6. Daha sonra sort onu yenə 4, 5, 6-ya düzür. Join onu bir sətirdə birləşdirir və int isə onu ədədə çevirir və gətirib yenə də return 456 qaytarır və burada da şərt ödəndiyi üçün P olacaq 2. Baxın, bir dənə də 221-i yoxlayaq. Yəni yetərlidir. 221 bərabərdirmi F221-ə? Baxın, bu bərabər olmayacaqdır. Çünki azalan sırayla çeşidləyəndə 122 olacaq. Listə salır 2, 2, 1. Daha sonra sort onu çeşidləyəndə 1, 2, 2 qaytarır. Join isə birləşdirir və return ona 122-ni qaytarır. 221 bərabərdir 122-yə deyirəm. Xeyr, bərabər olmadığı üçün P cəmlənmədi. Onda hansılar bərabər olacaq? Artan sıra ilə düzülənlər. Bu ola bilməz. 2, 3, 4, baxın 6, 5-dir. Bu da ola bilməz. Çeşidləyəndə bunu 5, 6 düzəcək, bərabər olmayacaqdır. 5, 6, 7 bu ola bilər. 4, 4, 3 yox. Bunu çeşidləyəndə sort 3, 4, 4 deyə çeşidləyəcək. Bu da ola bilməz. Ancaq 7, 8, 9 ola bilər. Onda P burada 1, burada 2, burada 3, burada 4 dəyərini qaytaracaqdır. Deməli, cavab 4. Ən kiçik qiymətində proqram ekrana 60, S-in ən kiçik qiyməti, S burada kiçikdir, kiçik qiyməti də istəyir. Deməli, dövrə tam girə bilərik. Deməli, kiçik qiymətində 67 dəyərini çap edəcək və bu böyük işarəsi N-indir, yəni S-ə aid deyil. Elə bu S kiçikdir, N deməkdir. Məndə də ən kiçik qiymət istəyir S-in, deməli, dövrə tam şəkildə girəcək. Deməli, 67 dəyərini necə alaq? Bilər. Birinci 105 idi, çıxıb 2. 2-ni neçə dəfə çıxacaqdır? Neçə ki, dövrə girəcək 2-ni çıxacaq və sonda 67 dəyərini alacaq. Mənfi 2K bərabərdir 67 çıxaq 105. K bərabərdir. Mənfi 2K demək bərabərdir. Burada 105-dən deməli 67 çıxanda biz 38 alırıq. Deməli, mənfi 38, K da bərabərdir 19. Mənfilər bilirik ki, bölünəndə 2 dənə eyni işarə gedir. Deməli, bu dövr. Deməli, 19 dəfə dövrə girəcəksə, hər dəfə dövrə girəndə nə edəcək? 3-ə vuracaq S-i. Deməli, S üstə gələk, 3 vuraq 19, o da bərabərdir. S üstə gələk, 3 vuraq 19 da eləyəcək 67. Yox. 57. Bir dəqiqə. 57 eləyir. 57. Baxın, bu da mənə dövrdən çıxmağım üçün, deməli, N-in sonuncu qiyməti 67-dir. S-in sonuncu qiyməti S üstə gələk 57-dir. Onda dövrdən çıxmaq üçün şərtim nə olmalıdır? S böyük bərabərdir N olmalıdır. Bu zaman S-in sonuncu qiyməti S üstə gələk 57, N-in sonuncu qiyməti 67-dir. Bu zaman S böyükdür bərabərdir 67 çıxaq 57. Deməli, S böyük bərabərdir 10 və məndən də S-in ən kiçik qiymətini istəyirsə, S ona bərabər olacaq. Deməli, proqram əvvəlcə 2, sonra 4 istəyir. Deməli, 2-ni A-mız 2-dir, B-miz 4-dür. Gəlin görək 2. Demək, 2A-mızdır. 2 dəfə deməli bu şərt ödənməlidir. 4 dəfə bu şərt ödənməlidir. İndi baxın, burada Y-in bizə deyir ki, ən kiçik natural qiymətində. X dəyişəninin ən kiçik qiymətində. Onda X-in ən kiçik qiymətində
X böyükdürmü sıfırdan deyəcək, bəli, və x-i 10-a böləcək. Bilirik ki, burada qalığı istəyir, yəni sonuncu qiymətini istəyir. Yəni sonuncu qiymətini istəyir. Ədəd neçəymişsə, onun sonuncu qiymətini istəyir. Və o qalıqlardan ikisi o qalıqlardan ikisi bu şərti ödəməlidir. Yəni 4-dən böyük olmalıdır. Ancaq ən kiçik dediyi üçün 4-dən böyük ən kiçik qalıq hansıdır? 5 ilə 5-dir. Deməli 2 dənə qalığın 5 olacaqdır. Deməli 5 həm də nədir? 7-dən də kiçikdir. Baxın, deməli 2 dənə buranı ödəyəndə 5, elə 2 dənə də buranı ödəmiş olur. Çünki 7-dən də kiçikdir. Və 4 olmalıdır da B-miz. B-miz 4 olmalıdırsa, deməli, məndən də ən kiçik qiymət soruşursa, mən çalışmalıyam ki, ən kiçik qiymət verim, dövrə az girim. Dövrə ən az neçə dəfə girə bilərəm? Yenə deyirəm, dövrə ən az 2 dəfə bu şərti ödəyən və 4 dəfə də bu şərti ödəyənlə girə bilərəm. Deməli, 2 dəfə 5-5 verəndə bu dövrə girir, 2 dəfə bu dövrə girir. Yəni, 55, deməli, 5-5 olanda həm bu şərt ödənir, həm bu şərt ödənir. İndi 7-dən kiçik, 4-dən isə böyük olmayan digər hansı ən kiçik ədədi götürə bilərəm? Təbii ki, 1 ilə 0-ı götürə bilərəm. Yəni, mənim 1 ilə 0-ım 4-dən böyük deyil, amma 7-dən kiçikdir. Və ən kiçikdir dediyi üçün mən təbii ki, bax, bu ədədləri götürəcəm. Baxın, ən kiçik olanda qabağa çalışırıq ki, ən kiçik ədədi qoyaq. 0-la başlaya bilmədiyi üçün mən 1-i qabağa gətirdim. Deməli, mənim ədədim 1055 olubdur ki, 2 dəfə, baxın, bu şərt ödənibdir, 4 dəfə də bu şərt ödənibdir. Min 55 böyükdürmü sıfırdan? Bəli. Y bərabərdir 5. 1055 ona böləndə 5. 5 böyükdür 4. Bəli. A bərabərdir 1. 5 kiçikdir 7. Bəli. O zaman B də bərabərdir 1. Təzədən x-i ona böləndə 105 alır. 105 böyükdürmü sıfırdan? Bəli. Bu zaman y bərabərdir 105 bölək 10 qalır. Olacaq 5. Sonra şərt bax, 5 böyükdür 4-dən, bəli. Bu zaman A bərabərdir 2. Bəs yaxşı, 5 kiçikdirmi 7-dən? Deyəcəm, bəli. Bu zaman B də bərabərdir 2. Burada isə 105-i bölür 10-a alır 10. 10 böyükdürmü 0-dan? Bəli. 10-u onda 10-a böl, qalığım 0. 0 böyükdürmü 4-dən? Xeyr, baxın, bu şərt ödənmədiyi üçün düşür digər şərtə. 0 kiçikdirmi 7-dən? Bəli, bu zaman B-ni bərabər elə 3-ə, 10-u böl, 10-a alacaq 1. 1 böyükdür 0-dan? Bəli. Bəs yaxşı, 1-i onda böl, 10-a qalığım 1. 1 böyükdürmü 4-dən? Xeyr. O zaman bəs 1 kiçikdirmi 4-dən? Bəli. B-ni bərabər elə 4-ə, 1-i böl 10-a, o da eləyəcək 0. 0 böyükdürmü 0-dan? Xeyr deyib dövrdən çıxacaq, B-miz olacaq 4, A-mız olacaq 2. Yəni, bundan kiçik ədəd, yəni ən kiçik bu olacaqdır. Biz təbii ki, baxın, bu qalıqları qabaqda da yaza bilərik. 5, 0, 1, 5. Əsas odur ki, 2 dənə 4-dən böyük, 4 dənə 7-dən kiçik ədəd olsun. Amma niyə bunu yazmadıq? Çünki bu ən kiçik deyil axı. Ən kiçiyimiz budur. Bu ən kiçik deyil. N-in hansı ən böyük qiymətində N101 olar? Gəlin N-ə baxaq. N-imiz birinci 1 ilə başlayır. Bunu sonda baxacaq. Əsas birinci bu hissəni tapmaqdır. Birinci dövrümüzü tapaq. Deməli 101 olacaq N. 1 üstə gələk 5 vuraq. Neçə dəfə dövrə girəcəksə, baxın.
Bu sərbəst olduğu üçün hər dəfə 5 cəmlənəcək. Cavab 101. 5K bərabərdir 100, K da bərabərdir 20. 20 dəfə dövrə girəcək. 20 dəfə dövrə girəcək. Bəs yaxşı, nə zaman S artacaqdır? Cüt olarsa. Aha. Baxın, bir dəfə 1 ilə daxil olanda bu təkdir. Tək. Gəlir, burada olur N cüt. 1-in üstünə 5, 6. Bu cüt. Sonra 6 2-yə bölünür. Bu cütdür. 6'ın üzərinə 5 gələndə 11. Baxın, bir dəfə tək olur, bir dəfə cüt. Bir dəfə tək olur, bir dəfə 11'in, baxın, 11'in üzərinə sonra 5 gələndə 16. 16'ın üzərinə 5 gələndə 21. 20'in üzərinə 5 gələndə 26. Baxın, bir dəfə tək, bir dəfə cüt. Bir dəfə tək, bir dəfə cüt. Deməli, 20 dəfə dövrə girəndə 10 dəfə cüt ədəd olacaq. Cüt ədəd olacaq və cüt ədəd olduğu halda bunu cəmləyəcək. Deməli, 10 dəfə bunu cəmləyəcək. Amma məndən baxın, S-in ən böyük qiymətini istəyir. Amma burada işarəm kiçikdir. Deməli, dövrə bir vahid az girəcəkdir. Yəni, 10 dəfə yox, 9 dəfə 13'ü cəmləyəcək. S üzərinə gəl, 13 vur 9 çıxar və işarəm yerində qalır. Bax, bununla da dövrdən, bununla da S-in ən kiçik qiymətini tapacaq. S kiçikdir 213'ü 9'a vuranda, bir dəqiqə. Demək, 13'ü 9'a vuranda 107. 9 evet 27, 9 evet 27, 9, 100. 9 dəfə 3, 27, 9, 2 də yadda, 1, 2, 117. S-in hansı ən böyük qiymətində N101 qiymətini alır? 111, 7-dən ən böyük qiymət 116'dır. Ancaq burada belə deyək də, yaxşı, bununla cavab alınmadı. Çünki 9 dəfə 3'ün belə dövrə girəndə 27, 2 yadda, 9, 2 də yadda, 100, 117. 221'dən 117 çıxanda, burada da 100, 117. Baxaq, bu neçə eləyir? 4. Demək, 4. Burada neçə qaldı? 1'dən 1, 0. 2'dən 1, 1, 104. Aha. S-in ən böyük qiyməti. Aha, deməli, S-imi aldım nə? S kiçikdir. 104. S-in ən böyük qiymətində. Çevikə niyə mən kiçik yox? Kiçik yox. Kiçik. İşarəm kiçik qalır. 104'dən kiçik. Ən böyük qiyməti 103. 103. 103'dür. Bəli. S ən kiçik qiyməti 103'dür. Bəli. Çox. Deməli, bir daha deyirəm. Biraz burada niyə çaşdım bilmirəm. Deməli, biz 20 dəfə dövrə giririk. Bu dövrdən görürsünüz, bir dəfə təklə girir dövrə, bir dəfə cütlə girir. Çünki N bir dəfə tək olur, bir dəfə cüt olur. Deməli, 10 dəfə dövrə girir. Ancaq bizdən S-in ən böyük qiymətini istədiyi üçün mən, burada isə işarəm kiçik olduğu üçün mən dövrə bir vahid az girib, onun ən kiçik, ən böyük qiymətini elə tapa bilərəm. Bu zaman bu eləyəcək 117. 117, 221'dən də 117 çıxanda 104 qalır. S kiçikdir 104. Deməli, S-in 104'dən kiçik ən böyük qiyməti isə 103'dür. Buranı belə aldıq. Burada S-in qiyməti 103 olub. Gəlin indi bura baxaq. 103'ü necə alıbdı? 103'ü necə alıbdı? S-i bölüb 10'a alıb 103. Aha. Deməli, bunu bilirik ki, biz ona bölmədə bu 4 rəqəmli olubdur ki, bax, bu sonuncunu tullayıb, bax, bunu alıbdır. Bəs bu sonuncu, əgər S-in ən böyük qiyməti deyirsə, neçəni tullaya bilər? Təbii ki, 9'u. 9'u tullayıbdır ki, baxın, belə olub. S-in 1039 olub, bunu da 10'a böləndə alıb 103. Deməli, cavabım 1039.
Aha. Proqram fraqmenti icra edilən zaman n dəyişəni üçün natural ədəd daxil edilmişdir. Natural ədəd daxil edilmişdir. Proqram əvvəlcə 3 və daha sonra 13 qiymətini çap etmişdir. Əvvəlcə 3. Deməli, A-mız 3, B-miz 13. Gəlin görək. Baxın, A hər dəfə dövrə girib bir vahid cəmlənibdir. Deməli, 3 rəqəmli ola bilər. B-miz isə qalıqları cəmləyibdir. Görürsünüz? Və bu qalıqlar necə qalıqlar olmalıdır? Tək. Biz bilirik ki, 8-ə bölmədə tək olan, sonu tək olan ədədlərin qalığı da tək olur ki, bu da deməli mənə nə verir? Tək ədədlərin cəmini verir. Bax, bu n-i 8-ə böləndə burada tək ədəd olubdur ki, n, onun da deməli qalığı tək ədəd olub. Deməli, tək ədəd olmalıdır qalıqlar. Qalıqlarım tək ədəd olub və 13-ü alıb. Məsələn, 13-ü 8-in hansı qalıqları var? 0, 1, 2, 3, 4, 5, 6, 7. 13-ü necə ala bilər? 6, 7 ilə ala bilər. Ancaq 6-nı götürəməyəcək axı, çünki tək ədədlər olmalıdır. Deməli, 7 ola bilər 13 olması üçün. Sonra nə ola bilər? 5 olsa 12, bir dənə də 1 olsa 13 ola bilər. 7, 5, 1 ola bilər. İndi qoyun görək bizdən nə istəyir hələ. Ancaq baxın, burada bir nüans var. Baxın, n böyük bərabərdir 8 deyir. Yəni, n-i həmişə biz öyrəşmişik ki, nə ilə çıxsın? 0-la müqayisə edib çıxırdı. Elə, yəni sonuncu n-i bölürdü 8-ə və burada, məsələn, 1 böl 8 mi olurdu? Burada 0 tam olurdu. 0-la 0-ı müqayisə edib, yəni n-in qiymətini 0 böyükdürmü 0 deyib çıxırdı dövrdə. Ancaq burada görürsünüzmü 8 götürübdür. Deməli, bizim rəqəmimiz 3 rəqəmli deyil, 4 rəqəmli olacaqdır. Çünki bax, bu birincini götürməyəcəkdir. Ən axırda qalanda bu n-i ən sonuncunu götürməyəcəkdir. Ona görə də bura məndə 8 ilə müqayisə olunur. Yəni, ən sonuncu ədədim 8-dən kiçik olan hər hansı bir ədədim burada qalacaqdır. Deməli, mənə deyirsə ki, ən kiçik və ən böyük. Deməli, ən kiçik deyirsə, hansı ədədlə başlaya bilər? 1 ilə. Ən böyük deyirsə, nə ilə başlaya bilər? 7 ilə. Bunlar bizə lazım deyil. 11-ci bunları yazdım. Çünki bizdə sonda, bax, burada 1 qalır. 1 böyükdür 8-dən xeyr deyib çıxır. Və yaxud da 7 böyükdür 8-dən xeyr deyib çıxır. Amma əgər 0-la müqayisə eləsəydi, bir daha davam eləyərdi. Aha. İndi baxın, bizə lazım olan bu hissədir. Deməli, qalıqları 13 olan 3 dəfə dövrə girməlidir. Çünki A-mızı 3 almalıdır. 3 dəfə dövrə girirsə, qalığı 13 olan ən kiçik ədədim nə ola bilər? Gəlin fikirləşək və bunu yenə deyirəm ki, tək rəqəm olmalıdır. Tək rəqəmli olmalıdır. Çünki tək rəqəmləri cəmləyəndə bu ədədi alır. Deməli, tək rəqəm mən 4-ü götürənmərəm, 2-ni götürənmərəm. Burada qalır 3, 5, 6-nı götürənmərəm. Deməli, ən kiçik deyirsə 1 ilə başlasın. Əgər 3 olarsa birdən, 1, 3 və yaxud da 1, 1 olsa, təbii ki, mənim 11 deyə bir ədədim yoxdur axı. Daha doğrusu 11 deyə bir ədədim yoxdur axı, cəmi 13 eləsin. Deməli, 1, 1 ola bilməz. 1, 3 olsa bu 4 eləyir. 13-dən də 4 çıxanda 9 eləyir. 8 say sistemində 9 deyə bir ədəd yoxdur. Deməli, 1, 5, bu eləcək 6, bir də 7. Deməli, budur. Deməli, ən kiçik deyirsə 157 olacaqdır. Ən böyük deyirsə 751 olacaqdır. Bax, budur ədədlərimiz. İndi bu 8-lik say sistemində də bunu biz nə edəcəyik? Onluq say sisteminə çevirəcəyik. 3 dəfə dövrə girir, əslində 3 rəqəmli olmalıydı, ancaq niyə 4 rəqəmli oldu? Çünki ilk rəqəmini götürməyəcək. Bax, böləndə sonda bu qalır burada və bunu götürə bilmir. Yoxlayaq 0, 1, 2, 3, 0, 1, 2, 3. Bunu onluğa çevirək, qoy. Demək, bura 623 eləyir, burada 4073.
Deməli, bizdən nə istəyir? Bunların cəmini istəyir. Aha, bunu da cəmi 6, 9, 6, 4696 olacaq. Klaviaturadan 6 ədədi daxil edilərsə ekrana nə əks olunacaq? Deməli, burada 6A-mız bərabərdir 6. İntə çevirdi 6-nı. Deyir 6 1-ə böləndə 0 eləyir. Bəli, 0 eləyir. Onda C-miz olacaq 1. 6-nı 2-yə böləndə 0 eləyir. Bəli, C-miz olacaq 1 üstə gələk 2, 3. 6-nı 3-ə böləndə 0 eləyir qalığımız. Bəli, onda C-miz olacaq 3 üstə gələk 3 bərabərdir 6. 6-nı 6-ya böləndə 0 eləyir qalıq. Bəli, onda C bərabərdir 6 üstə gələk 6, 12. Bəli, bu qədər. Fragmenti nəticəsi 2-yə bərabər olar. Baxın, bura 2 olmalıdır. Gəlin görək, baxın, bu 2-yə necə gəlir? Buradan, bir də buradan gələ bilər. Əgər buradan gəlirsə, onda gərək buranın 2 alması üçün ancaq burada cavab -1 olmalıdır ki, üstünə 3 gələndə 2 alsın. Əgər A-mız -1 olarsa, -1 böyükdür 10. Xeyr deyib bura düşərdə, amma bu hə qolundadır. Deməli, bu ola bilməz. Deməli, bizdə haranı icra edibdir? Else-ni icra edibdir. Gəlin görək onda neçə olubdu? Deməli, burada A neçə olubdu? Elə bir A çıxaq 8 bərabərdir 2 alıb, A bərabərdir 10. Deməli, burada A-mız 10 olubdur ki, ondan 8 çıxıb 2 alıb. 10 ondan böyükdürmü? Xeyr deyib Elsiyə düşüb. Bəs burada 10-u necə alıb? Gəlin baxaq. Ya buradan alıb, ya buradan. Əgər buradan alsaydı, burada neçə olmalıydı? 18, A-mız gərək onda 18 olardır ki, 8-in çıxanda 10 eləsin. Bəs A-mız 18 olanda onda şərt ödənməlidir. 18 böyükdür 6-dan. Bəli deyib həyə düşür axı, bu əks haldadır. Deməli, bu deyil. Deməli, əks haldadan almayıbdır. Deməli, hə qolundan alıbdır onu. Deməli, onu buradan yox, buradan alıbdır. Deməli, burada 10 olması üçün nə etməlidir? A-dan, yəni A-nı bərabər eləməlidir. 10 çıxaq 3, o da 7. 7 böyükdürmü 6-dan? Bəli deyib, baxın, icra eləyib. Deməli, burada cavab 7-dir. Deməli, 33, bu da bayaqki kimi də 33 olmalıdır. Gəlin baxaq, 33. Deməli, A qolu 33-ü hardan alır? Əgər buradan alsaydı, deməli, 33-ün üstünə 8 gəlməli idi. Deməli, 41. A-mız 41 gərək olardı. Gəlin baxaq, görək 41 olan zaman Elsiyə düşürmü? 41 böyükdür 7-dən. Bəli deyib, hə qoluna düşür. Görürsünüz, yoxa düşə bilmir. Deməli, bu ola bilməz. Deməli, bizim cavabımız 33-ü hardan alıb? Hə qolundan alıbdır. Yəni, A üstə gələk 11 bərabər eləyib 33-ə. Bu zaman A bərabərdir. 33-dən 11 çıxanda 22, bəli, 22 böyükdür 7 deyib hə qoluna düşüb. Şərt ödənir. Bəs burada 22-ni necə alıb? Yenə burada -8 var. Gəlin görək, əgər buradan alsaydı Elsidən, A çıx 8 bərabərdir 22 olması üçün A gərək 30 olardı ki, deməli, A 30 olmalıydı. Bəs 30 böyükdür 7-dən deyəndə hə qoluna düşür axı. Deməli, Elsidən yox, hardan alıbdı? Hə qolundan, yəni buradan yox, buradan alıbdı. Yəni 30 ola bilməz. 30 olsaydı şərt ödənib hə qoluna düşərdi. Bu zaman deməli 30 yox, 22-ni bax bu hə qolundan alıbdı. A üstə gələk 11 bərabərdir 22. A da bərabərdir 22-dən 11 çıxanda 11.
Demək 11 böyükdürmü 7-dən? Bəli, 11-in üstünə 11 gəlib 22. 22 böyükdürmü 7-dən? Bəli, 22-nin üzərinə 11 gəlib 33. Demək cavab 11 olacaq. A12, B17, C0. Mənə deyir 12-ni 2-yə böləndə qalıq 0 eləyirmi? Bəli, bura ödədir. Amma bura da ödəməlidir. Çünki ənd var. 17-ni 2-yə böləndə fərqlidir 1-dən. Yəni, o deməkdir ki, 0 eləyir. Deyirəm, xeyr. Deməli, şərt ödənmədiyi üçün C-nin üzərinə 1 gələ bilmir, keçir bu ifə. B deyir, böyükdürmü A üstə gələk 2-dən? Yəni, 12 üstə gələk 2-dən. B böyükdürmü 12 üstə gələk 2-dən? Yəni 17 böyükdürmü 14-dən? Deyirəm, bəli. Or olduğu üçün bunu yoxlamağa ehtiyac yoxdur. Keçirəm, C-ni 2 vahid artırıram. C bərabərdir 2. İndi yeni şərt var hər qolunda. Əgər deyir 17 2-yə böləndə 0-dan fərqlidirsə, deyirəm, bəli, fərqlidir. Çünki 1 eləyir qalıb. Bu zaman C-ni 4 vahiddə artır. Onda 2-nin üzərinə 4 gələndə 6. Yenə bir şərt qabağıma gəldi. A üstə gələk B. B-miz dəyişməyib, A-mız dəyişməyib, sadəcə C dəyişib. 29 eləyir. Əgər deyir 29 15-dən böyükdürsə, deyirəm, bəli, böyükdür. Bu zaman C-ni 4 vahiddə artır. 6-ın üzərinə 4 gələndə 10 eləyir. Baxın, bu əks haldıya düşmürəm, çünki burada şərt ödənibdir və gəlirəm yeni bir şərtə. Əgər deyir B, B-miz bilirik ki, neçədir? 17-dir. 17 böyükdürsə 12-dən, deyirəm, bəli, ənd olduğu üçün bu tərəfi də yoxlayıram. Bura ödədi. 12-ni 2-yə böləndə 1-dən fərqli eləyir, yəni 0-dır da, 1-dən fərqli. Deyirəm ki, yəni 1-dən fərqli ancaq 0 alır burada. Bu da 1-dən fərqlidir. Deyirəm, bəli, hər iki tərəf şərti ödəndiyi üçün C-ni 6 vahiddə artıracaq. Burada da cavab 16 olacaq. Keçək. X dəyişən hansı ən böyük və ən kiçik natural qiymətində proqram əvvəlcə 1. Baxaq, proqram 1 buradır. Burada bircə dəfə deməli bu şərt ödənir. C bərabərdir 0. C də nədir? X böl 10. Baxın, bu 10 olanda bizim ədədlərimizdir. Məsələn, 1, 2, 3, 123-də 10-a böləndə 3 alır. Buranı böləndə 12 alır. Sonra 12-ni 10-a böləndə 2 alır. Sonra 1 alır. Sanki parçalayır. Deməli, mənim də C-m burada 0-dırsa, yəni bax bu 10-a böləndə qalıq 0-dırsa, bu deməkdir ki, bu ədədlərdən tutalım ki 500, məsələn 61. Bax bu ədədin içərisində bir dənəsi ona tam bölünməlidir. Məsələn 0 olmalıdır. Məsələn belə də ola bilər 50. Baxın sonu 0. Bax bir dənəsinin içərisində bir dənə 0 olmalıdır mütləq. Çünki ona tam qalıqsız bölünməlidir. Aha, bir dənə deməli 0-la olan bir rəqəm olmalıdır. Əks halda 2 dənə isə fərqli-fərqli qiymətlər ola bilər. 5 ola bilər, 3 ola bilər, 4 ola bilər. Ancaq gəlin görək bunlardan nə istəyir bizdən? Ən böyüyünü və ən kiçiyini istəyir. Aha, deməli mən dövrə 3 dəfə daxil olmalıyam da. Çünki hər dəfə 10-a böləndə, bax, burada 2 alıb, burada 1 alıb. Deməli, 3 dəfə dövrə daxil olub. Onda 3 rəqəmlərin içində bir dənə də içərisində 0 olan ən kiçik ədədim nə ola bilər? 1, 0, amma bir dənə 0 olmalıdır. 1 ola bilərmi? Görüm nədir? Seçən hansı ən böyük və ən kiçik natural qiymətində proqram əvvəlcə 1, sonra isə 2 qiymətini çap edər. Bəli, 1-0-1 ola bilər, çünki təkrarlanan qiymət zad demir. Ən böyük neçə olacaqdır? 9,
9, 0. Elə bu da ən böyük olacaqdır. Bunların cəmi nə verəcək bizə? 1, 9, 10, 1091. 101 ilə yoxlasaq, 101 böyükdürmü 0-dan? Bəli, x-i 10-a böləndə 1 eləyir. 1 0-dan bərabərdirmi? Xeyirdir. B-ni bir vahid artırıram, olur 1. Daha sonra burada da 10-a böləndə 10. 10 böyükdürmü 0-dan? Bəli. 10-u 10-a böləndə qalıq 0 eləyirmi? Bəli. Bu zaman A-nı bir vahid artır və 10-u 10-a böləndə 1. 1 böyükdürmü 0-dan? Bəli. 1-i 10-a böləndə qalıq 1-i, baxın, 1-i 10-a böləndə qalıq 0 eləyirmi? Xeyr. Bu zaman B-ni də bir vahid artır, olur 2. 1-i də 10-a böləndə 0. 0 da 0-dan böyükdürmü? Xeyr deyib dövrdən çıxacaq. Bax, yoxladığımı gördünüz, bu 101 alınır. Bu da 12 mi? X'in hansı ən kiçik, yenə ən kiçik deyir, amma aha, baxa, ən kiçik qiymətinə proqram əvvəlcə 1. Baxın, A-mız 1-dir. 1-i hardan alır? Yenə bax, bu x-a bölür 10-a, parçalayır deməli rəqəmlərini və bunların içində bir dənəsi mütləq cüt ədəddir, bir dənəsi cütdür. Çünki görürsünüz, A-mız 1 alır. Deməli, bir dənəsi cüt ola bilər. Əks halda, daha sonra isə 4 ədədini çap etsin. Əks halda B-miz, deməli, cüt olmayan halda, daha doğrusu əks halda yox, daha sonra 4 ədədi çap edilib. Yəni, B-miz 4-dür. Deməli, bircə dənə cüt ədəd ola bilər. Başqa cüt ədəd ola bilməz. Və B-miz 4 alıbsa, 4-ü necə alıb? 6-ya bölmədən alınan qalıqlarla. Deməli, 6-ya bölündə alınan qalıqlar hansılardır? 0, 1, 2, 3, 4, 5, üstü. Baxın, bunların içərisində rəqəmləri cəmi 4 olan hansı ola bilər? Deməli, 2, 2 ola bilər, 1, 3 ola bilər, 4-ün özü, 4, 0 və yaxud da 4-ün özü ola bilər. Və salam. Deməli, 4, 1, 3, 2, 2, bax, bunlar ola bilər. Aha. Deməli, ancaq deyir ki, ən kiçikdir. Ən kiçik deyirsə, mən çalışmalıyam ki, dövrə az girim. Düzdürmü? Dövrə az girməyim üçün bir dənə tək və bir dənə də 4-ə böləndə cüt olan, yəni qalığı 4 olan 6-ya böləndə ədədim nə ola bilər? Məsələn, 10-u götürsəm, 10 kiçikdir də, 2 dəfə heç olmasa mən dövrə girməliyəm. 10 böyükdür 0, bəli, 10-u 2-yə böləndə cavab neçə eləyir? 0 eləyir. Bəli, bura 1 eləyir, onu da 6-ya bölündə qalıq 4 eləyir. Bu da ödəyir, bu da ödəyir. Ancaq baxın, 4 böyükdür 0-dan. Deyirəm, bəli. Və 4 də 2-yə böləndə axı cüt ədəddir. Onda gərək A-mız ola 2. Deməli, biz 10 götürə bilmərik. 10 götürə bilmərik. Demək, 10 götürə bilməriksə, bu zaman biz 6-ya qalıqsız bölünən nə götürə bilərik? 2 dənə 2 götürə bilərik. Yenə dediyim kimi, qalıq heç vaxt cüt ola bilməz. Qalıq cüt olanda gəlir, A-nı da artırır. Onda deməli, cəmi 4 olan 1, 3-ü götürək. 1, 3. Gəl, bunda belə baxaq ki, bu 1, 3-dürsə, deməli, 3 dəfə dövrə girəcəkdir. 3 dəfə dövrə girəcək. Bir dəfə cüt olacaqdır qalığım, 2 dəfə, bir dəfə 1, bir dəfə də 3 olacaq. Amma bu, baxın, onluğa böləndə alınan qalıq deyil, 6-ya böləndə alınan qalıqdır. Bəs bu zaman x-in, deməli, 6-ya bölmədə, 6-ya qalıqsız bölünən ən kiçik hansı ədədi götürə bilərik biz? 3 rəqəmli. Çünki 3 dəfə dövrə girəcək. Deməli, 1, təbii ki, 3 rəqəmli 100, 6-ya qalıqsız bölünən 102 olmalıdır da, 102. 102, bəli. 6-ya qalıqsız bölünən 102-dir. Deməli, 102 bölünürsə 6-ya,
Mənimsə qalığım neçə olmalıdır? 3 olmalıdır. 3 olmalıdır qalığım. Qalığım 3 olarsa, bir dənə də 1 olacaq burada qalığım. Aha. Bir dənə 3, bir dənə 1. Onda burada qalığım 3 olması üçün bura 105 olmalıdır ki, 105-i 6-ya böləndə qalığım nə olsun? 3 olsun. İndi gəlin bir dənə də bununla daxil olaq. Aha. 105 böyükdürmü 0-dan? Bəli, 105-i 2-yə böləndə 0 edirmi? Xeyr, 105-i 6-ya böləndə qalıq 3 eləyir. 105-i 10-a böləndə ədədim 10 eləyir. 10 böyükdürmü 0-dan? Bəli. 10 böyükdürmü 0-dan? Bəli. 10 2-yə böləndə qalıq 0 eləyirmi? Bəli. Bu zaman A-mız bərabərdir 1. X bərabərdir 10-u 10-a böləndə 1. Baxın, qalığımın biri də 1 olacaqdır. 1 böyükdürmü 0-dan? Bəli. 1-i 2-yə böləndə qalıq 0 eləyirmi? Xeyr. Bu zaman əks halya düşür. 3-ün üzərinə 1-in B-miz 3 idi, üzərinə 1/6, o da eləyəcək 1, o da eləyir 4, x bərabərdir 1/10, o da eləyəcək 0. 0 da böyük deyil 0-dan və çıxır. Deməli, bir dəfə 1 aldı, bir dəfə, daha doğrusu A-mız 1 aldı, bir dəfə də 4 aldı B-mizi. Bir daha deyirəm, burada 6-ya bölmə olduğu üçün və mən yenə deyirəm ki, cüt qalıqla bura cüt olan zaman qalığım, baxın, ədədim, bura nə olub? Bir dəfə, daha doğrusu bir dəfədən çox A-mız olur. Yəni A-mız 1 yox, 2, 3 belə olur. A-mızın 1 olması üçün yalnız bir dənə cüt ədəd ola bilər. Başqa ola bilməz. Onda deməli mən baxıram ki, 3 dəfə dövrə girəcəmsə, x 6-ya böləndə qalığı 3 olan ən kiçik, baxın, x-in ən kiçik qiyməti dediyi üçün mən 102 götürdüm. 6-ya bölünən ən kiçik 3 rəqəmi 102-dir. Lakin 102-ni, deməli, birinci 102, baxın, burada birinci 102 ilə gəlsəydim, bir dənə cüt olardı, bir dənə də 10, bura böləndə 10 qalırdı, bir dənə də 10 ilə olardı. Ona görə olmaz. Qalığım heç olmasa burada qalıq almalıyam mən. Mən ona görə 105 elədim. 102-nin üzərinə 3 gəldim. Yəni 3 qalığı üzərinə gəldim ki, mən böləndə 6-ya, burada qalıq 3 alınsın. Deməli, 16 qiyməti çap olunmalıdır. S-im 16 alması üçün 2 üstü 4, 16 eləyir. Deməli, 4 dəfə dövr. Və 4 dəfə dövrə girirsə, deməli, 4 dəfə dövrə girməliyəm. Bu da yenə 4 rəqəmli olur. Onda 4 dəfə dövrə girirsə və 8-ə bölünən, bəs nə zaman deməli vurur, yəni bunu 2-ni bir-birinə? 0-dan böyük olarsa. Deməli, mən birinci bilməliyəm ki, qalıq 0-dan böyük olmalıdır. 0, 1, 2, 3, 4, 5, 6, 7. Bu mənim 8-lik say sisteminin qalıqlarıdır. Bəs deyir ki, ən kiçik natural. Biz bilirik ki, qalıq kiçik olarsa alınan ədəd də kiçik olacaqdır. Onda qalıq 0-dan böyük, ən kiçik ədədim nədir? 1-dir. Deməli, mənim qalıqlarım 1 olmalıdır da. 4 rəqəmli, bax budur, 1 olmalıdır ki, mən 4 dəfə dövrə girəcəm, 2-yə vuracam, 2-ni öz-özünə vuracam, 4 dəfə, yəni bu 1-i alacam. Deməli, bunu da onluq say sisteminə keçirdəndə, bu da mənə verəcəkdir. 8-in kubusu ilə 8-in kvadrası ilə 8 ilə 1, o da eləyir 585. Deməli, bu ədədim 585 olubdur. X'in hansı ən böyük qiymətlə proqram ilk olaraq 3, deməli A-mız 3, B-miz 12, bir daha baxıram. Hər dəfə A cəmlənib, deməli 3 dəfə dövr
Və B-miz isə ondan alınan qalıqlar, yəni sonuncu rəqəmləri cəmləyib 12 alıb. Məsələn, 1, 2, 5, burada bunları cəmləyəndə neçə eləyir? 8 eləyir. Burada elə bir cəmləyib 12 alıb. İndi gəlin onda baxaq rəqəmlər və buradan bizdən nə istəyir? Ən böyük qiymət istəyir. X-in ən böyük qiyməti rəqəmləri cəmi 12 olan nə ola bilər? Bir dənə 9, yenə 9 versək 18 eləyir. Ona görə 9 verə bilmirik. Deməli, nə verəcəyik onda? 9, 3. 9 ilə 3-ün cəmi 12 eləyir. Digəri də 0 ola bilər. 930, bəli. 930-dur ki, 930 böyükdür sıfırdan. Bəli, A olur 1. 930-u 10-a böləndə 0. Bura eləyir 93. 93 böyükdür sıfırdan. Bəli, bura eləyəcək A olacaq 2. Burada olacaq 0 üstə gələk. 93-ü 10-a böləndə 3. X bərabərdir 9. 9 böyükdür sıfırdan. Bəli. 9 böyükdür sıfırdan. Bəli, bu zaman A olacaqdır 3, B olacaqdır 9, daha doğrusu 3 üstə gələk 9 deyir 12. Deməli 3-ü də 9-u da 10-a böləndə 0 eləyir. 0 böyükdür sıfırdan, xeyr deyib dövrdən çıxır. 12 alır. Burada isə 3 alır. Deməli, burada cavab 930-dur. Proqram icra edildikdə ekrana 115 ədədi çıxması üçün 115. Deməli, enim 115 olmalıdır. Onda hər dəfə dövrə girəndə 6-nı cəmlədiyi üçün bunu 6-ya vururam. O zaman enim neçə ilə başlayıb? 1 ilə. 1 üzərinə gəl 6. 6 K bərabər 114. K bərabər 114 bölək 6. 11-in içində 6. Bir dəfə 54-ün içində 6, 7. 9 dəfə. 19. Deməli, 19 dəfə dövrə girəcək. 19 dəfə dövr. 19 dəfə dövrə girirsə, hər dəfə deməli A-nı cəmləyir. A-mız bilmirik neçədir? X-imiz 128-dir. 128 üstə gələk. A vuraq 19. Bizdən A-nın ilkin qiyməti o da böyükdür 255 olanda dövrdən çıxacaq. Böyükdür 255. Böyükdür 255 olanda dövrdən çıxacaq. Bu da 128 çıxanda, deməli A vur 19 böyükdür 255 128 çıxanda 18 7. Burada qalır 4-dən 2 2. Burada qaldı 2-dən 1 1. 127-ni də deməli 19-a böləndə A böyükdür. 6 tam hardasa deyək ki, belə nəsə. Bu da təxminən A6 tam neçə edirsə, deməli 6-dan böyük olacaqdır. A-mız 7. İlkin qiyməti 7 olacaqdır. İlkin qiyməti. Deməli, hansı ən kiçik? Ən kiçik deyir və burada da işarəm kiçikdirsə, deməli, dövrə axıra kimi girəcək. Qiymətlə proqram 3 ədədini çıxışa verər. Deməli, S3 olması üçün 0 ilə başlayır 3 dəfə dövr. Çünki hər dəfə, hər dövrə girəndə bir vahid artır. Deməli, 3 dəfə dövrə girib, deməli, 3 dəfə dövrə giribsə, 2-ni də 3 dəfə öz-özünə vurub, o da 2 üstü 3, n vur 8 eləyir. Deməli, n vur 8 mənim sonuncu qiymətim olub və böyükdür 60 olanda dövrdən çıxıbdır. Demək, burada 60-ı 8-ə bölək, 60-ı
8'ə böləndə o da hardasa enimiz eləyəcək böyükdür. 7 tam neçəsə o da en böyükdür. 7 tam neçədirsə en deməli 8'dir. En bərabərdir 8. Deməli enim 8 alıb. İndi gəlin baxaq görək enin axı qiyməti hardan gəlib? Buradan en çıx 20 böl 18 eləyibdir. Baxın. Enin yeni qiyməti bax burada. Nəysə ona böləndə 8 eləməsi üçün bura nə olmalıdır? 80 olmalıdır ki, ona böləndə 8 eləsin. 81 də ona böləndə 8 eləyir. 82 də ona böləndə 8 eləyir. Ta ki 89'a qədər ona böləndə cavab 8 eləyir. Bəs onda bizdən nəyi soruşur? Ən kiçik qiymətini soruşur. Deməli, 80 imiş ki, bu hissəm 80 imiş ki, ən kiçik qiyməti, bəli. Buradan deməli, mən 80 almalıyam ki, ən kiçik deyir axı. Buna görə 80 götürürəm. Onda en çıx 20 80 olması üçün en neçə olmalıdır? 100. Baxın, əgər bura mən 89 ən böyük desəydi, 89 götürərdim. Buranın da cavabı 109 olardı. Amma ən kiçik dediyi üçün 80 götürürəm. Bu zaman enimin də qiyməti 100 olur. Ən kiçik dediyi üçün. Bax, bu hissəmin qiymətini 80 almalıyam. Deməli, en çıx 20, 80, ində 100 eləyir. 8 də var. Deyəsən mən. Elə bütün 37 dənədir. Deməli, anar əhədli x upper nədir? Böyüdür. Deməli, x hamısını böyüdəcək. A-nı, A, R, A, B, A, D, L, I. K-mız sıfırdır. For i in range 1'dən len x, baxın 1, 2, 3, 4, 5, burada boşluq var. 5, 6, 7, 8, 9, 10, 11. Baxaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11'dən 1 çıxanda 10. Deməli 0'dan k-mızda 0, bu da 1'dən 10'a qədər. O deməkdir ki, i'miz 1, 2, 3, 2.9'a qədər qiymət alacaq. Əgər deyir x 1 bərabərdirsə a-ya və ya, yəni o 1 2'yə böləndə cütdürsə, yəni bu i'miz cütdürsə, bu zaman k-nın üzərinə i gəl. İ'miz neçə idi? 1 idi. Gəlin baxaq, x1'imiz böyük A-dır. Bəli, böyük A-dır. Heç buna ehtiyac yoxdur. Onda k-mız olacaqdır 1. Çünki i'miz 1'dir. Bu birinci. Keçək buradan i bərabərdir 2'yə. Onda x2 n-da axı, n a-ya bərabərdir. Xeyr, n a-ya bərabər deyil. Or olduğu üçün 2, yəni i 2 böl 2 sıfıra bərabərdir. Bəli, baxın, bu şərt ödəndiyi üçün yenə k-mızın üzərinə, yəni k-mız neçə idi? 1 idi. Üzərinə indi 2'ni gəldik. Baxın, indekslər gəlir. 2'ni. Aha, indi i bərabərdir 3 olan zaman, deməli, x3 neçədir x3? Yenə a-dır. A-ya bərabər olduğu üçün şərt ödəndiyi üçün yenə 3'ü toplayacaq. 1 üstə gələk 2, üstə gələk 3. İndi i bərabərdir 4 olanda x4'ümüz r-dır. Amma 4'ün özü də 2'yə bölündüyü üçün, bax burada görürsünüz i bölü 2 cütə də dolduğu üçün yenə cəmləyəcəkdir. 1 üstə gələk 2, üstə gələk 3, üstə gələk 4. İndi i bərabərdir 5 olanda boşluqdur. Boşluq a-ya da bərabər deyil, nə də 5 cüt ədəd deyil. Ona görə cəmləmir. X i bərabərdir 6 olanda yenə a-ya bərabərdir, cəmləyəcək. 1 üstə gələk 2, üstə gələk 3, üstə gələk 4, üstə gələk 6. i bərabərdir 7 olanda h-dır. H a-ya bərabər deyil, nə də 7 cüt ədəd deyil. Ona görə cəmləmir. A-mız i bərabərdir 8 olanda buradan davamını yazıram.
i bərabərdir 8 a-ya bərabər olduğu üçün x 8 a-ya bərabər olduğu üçün şərt ödənir. Deməli, k-mız bərabər olur. 1 üstə gələk, 2 üstə gələk, 3 üstə gələk, 4 üstə gələk, 6 üstə gələk, 8. i bərabərdir 9 olan zaman 1, 2, 3, 0, 1, 2, 3, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. L-dır. 8 a-ya bərabər idi axı. Bir də baxaq. Hə, i neçə ilə başladı? 1 ilə. i 1 a-ya bərabər deyil axı. Yaxşı. i 2 a-ya bərabərdir. Ona görə 2 ödənir. Burada i 1 a-ya bərabər deyil. i 1 nəyə bərabərdir? N-ya bərabərdir. Burada şərt ödənmir. 1 cəmlənmir. 1 cəmlənmir. 2 cəmlənir. Çünki həm a-ya bərabərdir, həm cütdür. 3 cəmlənmir. 4 cəmlənir. Boşluq cəmlənir. 4. Deməli 2, 1, 2, 3 cəmlənmir. 4 cəmlənir. 5 cəmlənir a olduğu üçün. 6 cüt olduğu üçün cəmlənir. 7 a olduğu üçün cəmlənir. 8 cüt olduğu üçün cəmlənir. 9 nə cüt deyil, nə də a deyil. Ona görə cəmlənmir. Baxın, cəmlənən bunlar oldu. 2, 4, 5, 6, 7, 8. Bu 6, bu 6, 12, 8, 20, 27, üzərində 5 gələndə 32. Nə iş gördü? A olan və deməli indeksi cüt olanların indeksini cəmlədi. Sadəcə birincidən başqa, sıfırıncını götürmədi. Çünki i'miz birdən başlayırdı ona görə. Deməli, 1 a, n, a, r, 2, e, l, 3, e, l, i, a. K bərabərdir a böl 10. Deməli, k bərabərdir a böl 10. Bunu intə 2 dəqiqə. Deyək ki, klaviaturun 1, anar, 2, ehedli, 3, eli ifadəsi daxil edilərsə, bu zaman ekranda nə çap olunacaq? int bunu çevirə bilmir axı int. Bircə dəqiqə görün, burada kitabda bu 38 elə bir heç yoxdur. Cavabı baxmaq istəyirdim. Kitabda bu 38 yoxdur. A-nı bu ekranda nə çap olunacaq? İfadəsi daxil edirsə, ekranda nə çap olunacaq? Təbii ki, burada bu intə bunu çevirə bilməz axı. Anarı çevirə bilməz. Yəni, yox, bu səhvdir. Burada ola bilsin, səhvlik var nədirsə də. Çünki burada ekranda nə çap olunacaq? Bu alına bilməz, ola bilməz. Bu axı ədədə çevrilə bilməz. Sağ olun, sağlıqla qalın.